Burada bir ədəd çıxışından torpaqlama naqil bağlamışam və torpaqlama naqilindən mən dövrəmizi torpaqlayıram. Hər kəsə salam. Bugün can güdənlər haqqında danışacağıq. Onsuz o qədər də funksiyaları yoxdur, amma elə bir funksiyası var ki, o bizim həyatımızı xilas edir. Yəni bir insan ömrünün həyatını xilas edə biləcək bir cihazdır. Bu cihaz hər bir panoda məncə olmalıdır. Hər evdə, yəni normal yaşayış məntəqəsi olsun və yaxud da ki, sənaye tipli bir yer olsun, bu cihaz panomuzda mütləq yer almalıdır və bir müddətdən də sonra inanıram ki, can güdənlər məcburi şəkildə panolara yerləşdiriləcək. Bunun bir necə ki, sayğac qoyulur mütləq şəkildə, elə də can güdənlər mütləq şəkildə qoyulacaqdır. Can güdənlər axını, voltajı qorumaq üçün deyil, can güdənlər qaçaq axınları təsbit etmək üçündür və insan sağlamlığını əsasən qorumaq üçün nəzərdə tutulub. Yəni qaçaq axının da prinsipi odur. Can güdənlər qoşulma fərqləri var. Birinci bunlardan başlayaq, deyinək yavaş-yavaş. Can güdənlərdə nol faza fərqi var. Yəni buradan nol işarəsini nə ilə qoyublar. Sizə bunu zoomlayım göstərim. Və burada da bir ne işarəsi var, yəni nolun çıxışı. Fazaya isə heç bir çıxış qoymublar və qoşulmanın yenə də yuxarıdan aşağı və aşağıdan yuxarı fərqi var. Yəni aşağıdan yuxarı qoşulma olmaz, amma normal avtomatlarda yenə də məsləhət görülən yuxarıdan aşağıdır qoşulma, yəni giriş yuxarıda, çıxış aşağıdan alınmasıdır. Amma tərsinə də qoşsaz yenə də problemsiz bir şəkildə avtomatımız bir problem əsnasında atacaqdır. Ancaq can güdənləri qoşduğumuz zaman bir giriş-çıxış fərqi var. Burada line out yazılıb, yəni çıxışımız aşağıdadır və burada da ox işarəsindən aşağı bir ox qoyulub. Can güdənlərimiz normal avtomat boylarındadır. Yəni panomuza qoyduğumuz zaman, ev şitlərinə qoyduğumuz zaman heç bir çıxıntı falan əlavə vermir. Bir ədəd üstündə aç bağla üçün burada avtomatda eyni şəkildə olduğu kimi bir knopkamız var. Sürüşdür knopka var. Və burada da 2 ədəd əlavə knopkalar görürsünüz. Burada üstün yazısını da sizə göstərirəm. Biri test regularly, bir də press the button before making. Yəni biri test üçün test knopkasıdır. İşə saldığımız zaman, yəni nol fazanı bağladığımız zaman bunu işlədə bilirik yalnız. Və digəri də test butonunu basdıqdan sonra özünü qorumaya alır və qorumadan sonra yenidən siz elektriki verə bilmirsiniz şəbəkəmizə. Bu zaman bunu basmalısınız, ondan sonra yuxarı qaldırmalısınız. Bu da qoruma məqsədli kiçik bir knopkadır. Üstündə əlavə yazılar var. 003A yazılıb, yəni 30 mA 0.1 saniyə gecikmə ilə işləyə bilir. Üzərində 230 volt, yəni 200 volt, 30 volt bir şəbəkəyə bağlı, yəni 110 voltluq nəzərdə tutulmayıb. 50-60 Hz arasında dəyişə bilər. Bu da ölkələr arası dəyişən bir şeydir. Bizdə Azərbaycanda 50 Hz istifadə olunur. 4500 amper ani axın deyir. Yəni 4500 amper ani, yəni qısa dövrədə yaranan axına dözə biləcək bir avtomatdır və bu avtomatda 4500 istifadə olunursa, məsələn 6000-liyini siz çöldə sayğacın yanında işlətməlisiniz. Eyni şəkildə C sinifi bir qoşu avtomat işlətdiyiniz zaman bunun yanında, o da 4500-dən çalışmaq lazımdır, aşağı olsun. Yəni bundan tez bir şəkildə ata bilsin. Yəni 3000-lik falan işləsəz daha yaxşı olar. Və burada C50 yazılıb. Bunu C50 təbii ki, bunu avtomat kimi istifadə etmək konkret olmaz. Yəni C sinifi mütləq bir qoşu avtomat yanında işlətməlisiniz bunun yanında və C32 məsələn işlədə bilərsiniz. İndi bu C63 olsa məsələn yanına C40-lığı məsələn işlədə bilərsiniz. Yəni bundan çalışdığınız qədər aşağı olsun ki, bu C50, yəni 50 amperə qədər bu dözsün, amma attığı zaman bir problem olduğu zaman C sinifi yanındakı avtomat atsın. Təbii ki, bunun yanında tək biz avtomatları işlədirik. B16, B10, B6 və s. kimi. Amma onlar da mütləq şəkildə B sinifi işlədin. Çünki C gecikməli olur. Onlar gecikmə olmadan tez bir şəkildə bu avtomatlardan qabaq ata bilsinlər deyə mütləq B sinifi işlətməlisiniz. Və bunun yanında artıq tək avtomatları siz yerləşdirə bilərsiniz. Məsələn, bunun yanında birinci C sinifi bir qoruma, C32, C40 və s. Ondan sonra voltaj qorumanı mən tövsiyə edirəm. Keçən videomuzda voltaj qoruma haqqında danışmışam. İstəyən girib baxa bilər. Ondan sonra məsələn qaçaq axın ortasına rahatlıqla qoya bilərsiniz. Problemsiz bir şəkildə və yaxud da ki, voltaj qorumadan bunun yerini dəyişdirə bilərsiniz. Çox önəmli deyil. Ancaq yəni voltaj qorumadan daha sonra qoysaz daha uyğun olar, daha məsləhətli olar. Qaçaq axınlarda dayandıra bilsin deyə dövrən rahatlıqla. Demək, burada test butonunu gördünüz. Test butonundan sonra biz mütləq before making yazılan bu knopkanı basmalıyıq ki, yenidən avtomatımızı işə salaq. Burada keçir yandır üçün bir avtomat knopkası nəzərdə tutulub. Burada yaşıl bir xətt var. Yaşıl xətt o deməkdir ki, yəni problemsizdir, təhlükəsizdir. Çıxışında heç bir gərginlik yoxdur. Qırmızı isə o deməkdir ki, çıxışında artıq gərginlik var. Qırmızı bir təhlükə simvoludur. Bu qədər. Alternativ cəryanla işlədiyi üçün də burada alternativ işarəsi qoyulub. Yəni sabit cəryanla bunu işlətməyə qalxışmayın, çünki işləməyəcək. Ondan sonra normal şitlərimizdə biz bir reys qoyuruq və reysə həmin ölçü reysə uyğun şəkildə arxası tənzimlənib, yəni rahatlıqla həmin reysə taxa bilərsiniz və bu qədər.
Avtomatımız, yəni qaçaq axın sığortamız CNT firmasınındır. Ortalama bir firmadır. Məncə də biraz daha kitay bir firmadır, ancaq normal şəkildə işimizi görür, problemsiz şəkildə. İndi isə mən bunun çöldə bir testini çəkmişəm. O çöldəki testi də sizə göstərəcəm, amma burada test butonundan necə işlətmək olur, nol fazla necə qoşmaq olur, bunu da göstərəcəm. Əlimdə bir ədəd can-güdən var. Can-güdəni ilk öncə test eləmək istəyirəm. Restart butonuna basıram. Can-güdənimizi aktiv rejimə aldıqdan sonra test butonuna basdıqda can-güdənimiz özünü atır, qorumaya alır. Yenidən aktiv eləmək istəyirəm, olmur. Yenidən reset butonunu basmalıyam ki, can-güdənimizi aktiv eləyə biləm. Bu dəqiqə yaşıl xətt görsənir, yəni təhlükəsizdir. Dövrənin çıxışında heç bir gərginlik yoxdur. Aktiv elədiyimiz zaman, yəni ki, təhlükəlidir, qırmızı, dövrənin çıxışında gərginlik var. Can-güdənimizi indi isə test eləyək. Burada bir ədəd çıxışından torpaqlama naqil bağlamışam və torpaqlama naqilindən mən dövrəmizi torpaqlayıram. Gördüyünüz kimi torpaqladığım zaman can-güdənimiz özünü qorumaya atır. Niyə qorumaya atır? Çünki can-güdənin üstündən bir dövrə tamamlanmalıydı. Fazadan axan cərəyan nol üzərindən öz dövrəsini tamamlamalıydı. Amma burada nə baş verdi? Fazadan axan cərəyan torpaqlama üzərindən öz dövrəsini tamamladı. Can-güdənin üzərindən axmadığı üçün can-güdən dedi, burada nəsə bir təhlükə var. Hansı cihazda torpaqlama və yaxud da insan həyatı üçün bir təhlükə oldu. Ona görə yaxşı özünü qorumaya almaqdır və qorumaya alır. Can-güdənimiz 30 mAh-dir. İnsan sağlamlığına görə 30 mAh-dən artıq yük axsa insan həyatı üçün təhlükəli olduğu üçün can-güdənimizdə 30 mAh hesablanıb. C50 sinifidir. C50 yəni 50 amperlik və C sinifi gecikməli bir can-güdəndir. Bu korotka olduğu zaman bu cür davranacaq, yəni C sinifi kimi davranacaq və can-güdənimizdə nol fazanın önəmi var və faza əgər fazaya bağlanmasa, nolda nola bağlanmasa indi göstərəcəyim baş verəcək. İndi mən fazaların yerini dəyişdim. Təbii ki, burada fazanın artıq çıxışı dəyişdikdən sonra normal davranacaq. Amma siz burada panoda yığdığınız zaman nolu fazadan fazanı alırsınızsa, mütləq və mütləq can-güdəndə də onu nəzərə almaq lazımdır. İndi mən reset butonuna basıram və can-güdənimizi aktiv rejimə alıram. Vurduğum zaman artıq burada nol xətti çıxdığı üçün heç bir atma olmur. Amma buraya da yenə test butonuna bastığım zaman can-güdənimiz işləyir. Amma yenə buradan da faza alsaq işləyə bilər. Amma panomuzda yığdığımız zaman, fazaya nol-nola bağladığımız zaman can-güdənimizdə də onu nəzərə almaq lazımdır və C sinifi qoşu avtomatdan can-güdənimiz sonra bağlanır. Bunu da burada demiş olum. Mən bunu bildiyiniz vilka ilə edəcəm. Yəni normal evlərimizdə işlətdiyimiz vilkalardan istifadə edəcəm. Burada nol fazanın yerini dəyişərkən çıxarıb sadəcə sağa sola taxacam və bununla da fazanın yerini bilmiş olacam. Amma yenə də fazanın rəngi karışni qırmızı olduğu üçün karışnini taxıram faza ucumuza. Buradan da bağlayayım. Tam bərk şəkildə bağlamaq lazımdır, boşluq olmasın. Və əsasən də elektrikdən yanmalar boşluqlardan yaranır. Bunu bilirik yəqin ki, əlavə karotkadan falan yanmalar çox az baş verən bir şeydir. Əsasən yanmalar elektrikdə həmişə yadınıza salın, boşluqdan yaranır. Ona görə avtomatın bir dəfə sıxdıqdan sonra, üstündən bir neçə saat keçdikdən sonra yenidən həmin şeyi sıxmağı yoxlayın. Çünki dəmir biraz genişlənir və ondan sonra boşalmalar gedir. Yenidən bir dəfə də sıxdıqdan sonra və yaxud da ki, Newton metrlə işləyən bir atverkanız varsa, nəzərdə tutulmuş ölçüdə sıxa bilərsiniz, onda da problem çıxmaz. Mən indi şəbəkəmizə qoşuram və buradan indikatorumuz vasitəsilə fazamızı təyin edirəm. Fazamız 0 tərəfə düşüb, ona görə dəyişdirəm yerlərini. Burada işıq çox olduğu üçün siz bunun işığını görmürsünüz. Ancaq arxada barmaq tutulan yer var. Ora barmağınızı tutursunuz və burada faza hansıdırsa ona qoyduğumuz zaman kiçik bir işıq yanır içəridə. Onda bilirik ki, həmin uc faza ucudur. Digəri isə noldur. Heç bir yük yoxdur o yük xəttdə. Yəni nola barmağımızı vursaq belə bizi heç bir tok vurmaz. Amma fazaya vurduğumuz zaman problemlər onda çıxır. Mən indi burada əlimlə yoxlamayacağam. Təbii bir əlimlə belə yoxlayım. Yox, belə atmır. Yəni bunun üstündən keçəcək axınla atmır. Ancaq daha biraz yüksək axın olsa tez bir şəkildə atacaqdır. Mən burada test butonundan yoxlayıram sizin üçün. Gördüyünüz kimi test butonunu bastığım zaman işləyir və buradakı knopka çölə çıxdı. Bir dəfə bastığım zaman yenidən qoşa bilirəm. Test butonunu basıram, işləyir. Mən yuxarı qaldırmaq istəyirəm, işləmir. Gördüyünüz kimi ax yatır. Amma bu knopkanı bastığımız zaman, yuxarı qaldırdığımız zaman durur. Yəni ki, avtomatımız işləv vəziyyətdədir. Gördüyünüz kimi test butonunda, yəni fərqi yoxdur. Burada əlavə yük çəkildi və yaxud da ki, test butonundan yoxladıq. Gördüyünüz kimi bastığımız zaman avtomatımız işləyirsə, bunu mağazindən alanda da bu cür şəkildə yoxlaya bilərsiniz. Əgər test butonuna basanda işləmirsə, demək ki, onda xarab olub və yaxud da ki, defekt çıxıb.
Bir müddətdən sonra indi illərcə işlədərsiniz bu avtomatı. 6 il, 7 il, 10 il. Əgər xarab olursa, bir problem əsnasında, karotka əsnasında xarab olubsa, test butonunu bastığımız zaman atmırsa, demək ki, həmin qaçaqlı sığortasını dəyişmək lazımdır ki, yenidən işlək vəziyyətdə olsun istədiyimiz funksiya. Gördüyünüz kimi bu şəkildə idi. Başqa da elə bir anlatacağım şey yoxdur. Sizə çöldə olan videonu da videonun arasına yerləşdirdim. Ona da baxdınız. Torpaqlama ilə necə bu avtomat işləyir. Orada da müəyyən məlumatlar verdim. Və elə isə videomuzu bitirək. Və bu cür videoların davamı üçün də yorumlarda bildirə bilərsiniz. Başqa belə maraqlı avtomatlar, zaman relələri falan olsa, bunları da sizin üçün testini edim, anladım necə qurmaq lazımdır, necə işlətmək lazımdır. Və bu qədər. Yəni ümid edirəm ki, bu avtomatımızda gördünüz, bəyəndiniz və tövsiyə edirəm ki, demək olar ki, bütün evdə lazım olacaq bir avtomatdır və bunu da qoşdurun. Yəni özünüz qoşa bilməsəz bir usta falan tapın, qoşdurun və yaxud da ki, əgər panomuzun içində yer yoxdursa, çöldə sayğacın yanına da qoşa bilərsiniz. Onda heç bir problemi yoxdur yenə də. Amma hər dəfə yəni problem olduğu zaman ki, olmasın, yəni onsuz problem olduğu zaman bir problemin qarşısını almış olur əslində. Hər dəfə onda sayğacın yanından gəlib bunu yandırasınız. Onsuz qısa belə problemlərdə də işləmir. Və qaçağın sığortasını yerləşdirərkən də naqil xətti çox düzgün bir şəkildə işlənməlidir. Əlavə hardasa barıda təmas falan varsa, onsuz bu avtomat atacaq. Demək ki, xəttiniz düzgün şəkildə işləmir. Onda da tək-tək otaqlara gedən xəttləri ayırıb bir-bir baxa bilərsiniz ki, məsələn, bu falan yataq otağını məsələn qoşduğum zaman avtomatımız açar. Demək ki, yataq otağında hansısa bir təmassızlıq var. Bütün karabkaları açıb arxasından naqillərə baxa bilərsiniz. Calaq yerlərində ola bilər ki, birbaşa barı ilə və yaxud da ki, hara ilənsə birbaşa orada təmas var, barı ilə falan torpaqlama olur. Yəni kiçik bir təmasla onsuz atmayacaq, amma böyük bir təmasla təbii ki, atacaq. Həmin xətti dəyişə bilərsiniz və yaxud da ki, karabkanın içindəsə onu həll etdirə bilərsiniz və yaxud da ki, ola bilər hansısa bir cihaz taxılıb, o cihazla da kiçik bir şəkildə məsələn paltar yuyan xaladenik olsun, torpaqlama yaranır, ona görə ata bilər. Həmin problemləri dərhal aradan qaldırarsınız, ondan sonra problemsiz şəkildə qaçaq sığortasını qoya bilərsiniz. Əgər sıvağın içindədirsə və sıvağın içində yarıb yenidən xətti dəyişmək istəmirsinizsə, deyirsiniz olsun, qalsın, bir də sayğacım artıq yazsın, onda da həmin otağı birbaşa avtomatdan, yəni C sinifi, C32, C40-dan birbaşa götürüb tək verə bilərsiniz. Qalan bütün otaqları yenə buradan keçirə bilərsiniz, yəni Cangüdəndən keçirə bilərsiniz. Elə bir yəni seçənəyimiz də var. Yəni bunların hər birini deyirəm ki, Cangüdən qoşdurmaq istəyənlər də qabağına o problemlər çıxsa, dərhal həll etsin. Yəni dediyim kimi yenə də videomuzu bəyəndirsəz, videomuzu bəyənməyə, kanalımıza dəstək olmağı unutmayın. Hər birinizi çox sevirəm. Çox sağ olun. Bu cür videoların davamı gəlməsini istəyirsinizsə də yorumlarda bildirə bilərsiniz. Nə cür videoların gəlməyini istəyirsiniz, necə bir videolar görmək istəyirsiniz, necə görmək istəyirsinizsə, bunu yenə şərhlər bölməsindən bildirə bilərsiniz ki, bütün şərhləri artıq oxuyuram və bütün şərhlərə də cavab yazıram. Çox sağ olun, minnətdaram. Hər birinizi çox sevirəm. Özünüzdən müğayət olun. Gələcək günlərdə daha aydınlıq sabahlarda görüşənədək.